Bu xəstəxanalar riskli ürək nasosundan istifadə edir. Britaniyanın 2 əsas transplantasiya mərkəzi London Herfield və Newcastle Freeman xəstəxanaları Medtronic şirkətinin Heartware adlı mexaniki ürək nasosunu uzun müddətdir tətbiq edir. İngiltərə Milli Səhiyyə Xidmətinin 2018-2019-cu illər üzrə audit məlumatları göstərir ki, bu cihaz quraşdırılan pasiyentlərin 45%-i 2 illik dövrdə həyatını itirir. Alternativ model olan HeartMate ilə müalicə alan xəstələrə ölüm göstəricisi 15% təşkil edir. Hər iki xəstəxana təqdim olunan rəqəmlərin beynəlxalq tibb jurnalında dərc olunmadığı səbəbilə hesabatın etibarlılığını şübhə altına alır. Bununla yanaşı bəzi aparıcı kardioloqların Medtronic şirkətinə məsləhət xidməti göstərməsi maraqlar toqquşması barədə suallar yaradır. Şirkət 2021-ci ildə cihazın satışını təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə dayandırır. Zərər çəkənlər cihazla bağlı risklərin ailəyə vaxtında açıqlamadığını bildirir və məhsul qurumlarından tam izah tələb edilir. Bu halın mediada açıqlanmağı Britaniyada böyük tibbi skandala səbəb olub.